Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Lütfüzadə adına Riyaziyyat Məntiq Olimpiyadasına hazırlaşan şagirdlər 5-ci siniflər üçün bağlı video izahlara başlayacağım. Sınaq 1-dən sınaq 30-a qədər hər bir sınağın izahını verməyə çalışacağım. Sınaqlar necədir? Sınaqların özünə baxın, suallara. Deməli, bu kitabı almaq lazımdır, birinci. Ekranda görülən kitabı almaq lazımdır. Daha sonra isə kitabı aldıqdan sonra isə özünüz üçün işləyib, daha sonra izahlarına baxa bilərsiniz. Bilmədiyiniz suallara və yaxud da bütün sualları yoxlamaq üçün bu video sizin üçün çox yararlı olacaq. Yenə deyirəm, sınaq 1-dən başlayırıq. Digər videolarımızda isə sınaq 2, sınaq 3, sınaq 30-a qədər hər bir sınaqın izahını paylaşmağa çalışacağım. Birinci sınaq hansı bölmələrdən aiddir? Görünür burada rəqəmlər, say sistemləri, natural ədədlərin müqayisəsi, şifrələr və operatorlar. Yəni riyaziyyat və riyazi məntiqə aid suallar toplusudur. Təbii ki, bu sualları işləmək də sizə əsl imtahanda yararlı olacaq. Başlayaq ilk sınağımızdan. Və bir də onu da demək istəyirəm. Yəni, həm Lütfüzadə adına Riyaziyyat Məntiq Olimpiyadasına hazırlaşan 5-ci siniflər və lisey və gimnaziyalara hazırlaşan bilən şagirdlər üçün də önəmlidir bu suallar. Yəni, eyni tipli suallardır təxmini. Bunların hər birini öyrənib, lisey və gimnaziyalara, sınaqlara da gedib, yaxşı uğurlu nəticələr qazana bilərsiniz. Təbii ki, hər bir sual sizin üçün önəmlidir burada. Başlayaq ilk sualdan, ilk sınağımızın ilk sualından. Deməli, hər birinizdə də uğurlar. Rəqəmlərinin cəmi 25 olan neçə dənə 3 rəqəmli ədəd var? İlk sualımız belə. Başlayaq. Bu cür sualları həll etmək üçün 3 rəqəm deyir, 3 dənə xətt çəkə bilərik. Özümüz üçün qeyd apara bilərik. Rəqəmlərin cəmi 25. Məsələn, ən böyük başlasam 9-dan başlayaq. 900, yenə 9 yazacağım. Rəqəmlər müxtəlif demir. 9, 9, 18, 25-dən 9 çıxsaq 7. 997 rəqəmləri cəmi 25-dir. Daha sonra 980 böyükdən kiçiyə başlamaq istədim. 988 olsa, 908 17, 17 8, 25. Daha sonra 979, bu dəfə tam dərsi. Rəqəmlərin cəmi 25-dir. 9 ilə bitdi. Çünki 9-6 yazsam artıq 9-6 gələndə 15 edir. 25-i tamamlamaq üçün 10 yazmalıyam. Onu da yaza bilmirəm. Çünki 10 deyə rəqəm yoxdur. Rəqəmlər 0-dan 9-a qədər olur. Daha sonra keçdik 8 ilə başlayan. 8 ilə başlayan 890 doğru olsa 800-sə 9 gəlsək 17. 25 olması üçün neçə olmalıdır? Burada da 8 olmalıdır. Sonra 898 yazılır, 889 da olar. Çünki yenə də 808 16. 16 üstə 9 gəlsə 25. 8 ilə başlayan da bitdi. Başqa yaza bilmirik. 8, 7 gəlsə 15 edir. 25-i tamamlamaq üçün rəqəm yoxdur artıq. Keçirik növbəti 7 ilə başlayan bir dənə 799 olar. Çünki 7 üstə 9 gəlsək 16, 16 üstə 9 gəlsək 25. Başqa yoxdur. Birinci sualın cavabı D variantıdır. Keçək ikinci suala. AB rəqəmlərdir. Buna əsasən A vurulsun B hasilinin ən kiçik qiymət neçədir? Ümumiyyətlə, biz rəqəmləri tanımırıqsa əgər onu öyrənək, rəqəmlərimiz 0-dan başlayır və 9-da bitir. Yəni, ən kiçik rəqəm, məsələn, 0-da ən böyük rəqəm isə 9-dur. 10 rəqəm deyil artıq, 10 ədəddir. 0-dan 9-a qədər rəqəmlər var. Burada rəqəmlər deyir. Buna əsasən AB hasilinin ala biləcək ən kiçik qiymət. Rəqəmlər dediyinə görə, məsələn, A-nın və B-nin A vurulsun B bərabərdir, ən kiçik neçə olur? Yəni, A-nın yerinə 0 qoy, B-nin də yerinə daha kiçik olsun deyə B-nin də yerinə 0 qoya bilərik və yaxud da müxtəlif demir, amma məsələn 1 də qoysaq, yenə də cavab sonda 0 alınacaq. 0 nəyə vursa 0 alınacaq. Yəni, ikinci sual cavab A variantı. Keçək üçüncü suala. Bir-birindən fərqli 4 2 rəqəmli tək ədədin cəmi 3 rəqəmli ən kiçik müsbət cüt ədədə bərabərdir.
Bu ədədlərin ən böyüyü ən çox neçə ola bilər? Deməli, bu cür sualları həll etmək üçün biraz öncə dediyim kimi qeyd etmək lazımdır. Bir-birindən fərqli 4 2 rəqəmli, 4 dənə 2 rəqəmli xətt belə çəkək, üstə gələk, yenə 2 rəqəmli, üstə gələk. Və bərabərdir, bizə neçə deyir? Bunun cəmi 3 rəqəmli ən kiçik müsbət cüt ədədə bərabərdir. 3 rəqəmli ən kiçik müsbət cüt ədəd 3 rəqəmli deyir. 1, 0 və müsbət cüt ədəd deyir. Ona görə 100 yazırıq. 3 rəqəmli ən kiçik müsbət cüt ədədə bərabərdir. 4 2 rəqəmli tək ədəd. Bax, 4 2 rəqəmli tək ədəd olmalıdır. Buradakı 4 2 rəqəmli ədədlər tək ədəd olmalıdır. Bu ədədlərin ən böyüyü ən çox neçə olur? Ən böyüyü məsələn tutaq ki, bu 4-cü ədəd olsun. Biz ən böyük götürmək istəyiriksə ədədimizi, yəni birini böyük götürmək istəyiriksə, digərlərinə az qalacaq. Məsələn, adi misal verirəm, 4 nəfər var, 100 dənə alma var. Sən ən çox yemək istəyirsənsə almanı, digərlərindən daha az verməlisən ki, sənə çox qalsın. Ona görə də bu ən çoxu tapmaq üçün biz birinci ən azları tapmalıyıq. Daha sonra ən çoxu tapmış olacağıq. Necə? 4 2 rəqəmli tək ədəd deyir və bir-birindən fərqli deyir. Ən kiçik məsələn tək ədəd 11 düşünərik. Bir-birindən fərqli olsun deyə 13 olmalıdır. Digərdə 15, daha kiçik yoxdur 2 rəqəmli dediyi üçün. Ona görə bu azları toplayaq. 11, 13, 15'i toplasaq alınar bizim üçün 9, 39. 39 üzərinə bir dənə də 2 rəqəmlə ədəd gəlsək 100 alınır. Və biz artıq 100-dən 39 çıxsaq, 100-dən 39 çıxsaq cavabımızı tapırıq. 100-dən 39 çıxanda neçə alınır? Təbii ki 61. Cavabımız D variantı. Yəni burada 61 ən çox 61 ola bilər. Yəni bu ədədlərin ən böyüyü 61 ola bilər. Yəni bunları silək, buradan keçək növbəti suala. 52 ədədinin rum rəqəmlərini ifadə edin. Rum rəqəmlərini tanıyırıq. Yəni burada L 50'ye bərabərdir. Burada göstərilənlərdə məsələn x 10'a bərabərdir. Sonra bir xətt ilə 1'ə bərabərdir. Başqa heç nə. 52'ni göstərmək üçün təbii ki bir L lazımdır. 2 dənə də belə xətt lazımdır. Niyə görə? Çünki L 50'dir. Bunların hər biri 1 olsa toplayanda 52 olar. Cavab A variantı. Bu da asan sual idi. Növbəti sual. Niyə görə digərləri olmur? Çünki qaydaya görə məsələn burada olmur. 3 dənə x, 3 dənədən artıq gələ bilməz. Məsələn 4 dənə burada rum rəqəmləri ardıcıl gələ bilməz. Digərlərində xüsusi yollara görə çıxırıq. Cavab alınmır. 5-ci sual. AB və BA 2 rəqəmli ədədlərdir. Mən bunu alt-alta yazacağım bu ifadəni. Niyə görəsin deyəcəm. AB üstə gələk BA bərabərdir 154. AB cəmini istəyir. Siz fikir verirsiniz. Burada da AB alınır, burada da AB alınır. Və toplayanda burada 4 alınır, burada isə 15 alınır. Bu o deməkdir ki, A ilə B-ni toplayanda 4 yox, A ilə B-ni toplayanda 14 alınırmış. Niyə görə? 14 alınıb, sonra yenə A ilə B-ni toplayıb 14, bir yadda 15 alınıb. Qısaca cavab D variantı 14. Yəni istədiyiniz kimi ədəddə qoya bilərsiniz. Cəmi 14 alınan. Məsələn 8 6 olsun. Tutaq ki, burada da 6 8 burada yerinə qoydum. Toplayanda 14, bir yadda 8 6 14, bir yadda 154. Məsələn 86 ilə belə deyim də 68 olar. Amma yenə də deyirəm, ehtiyac yoxdur. Burada başqa ədədlər də ola bilər. 14 olunan. Yəni 9 5 də ola bilər məsələn. 9 5, bir də 59. Amma ehtiyac yoxdur. Cəmi lazımdır bizə 14. Keçirik 6-cı suala. 14 ilə 97 arasında 14-dən belə deyim böyük, 97-dən kiçik arasında deyirsə 14-dən böyük olmalı, 97-dən kiçik olmalıdır. Bu söz önəmlidir. Neçə natural ədəd var? Bu cür ifadələrdə həmişə böyükdən kiçiyə çıxıb və bir də 1 çıxmaq lazımdır. Arasında dediyi üçün 1 çıxmaq lazımdır. Çünki arasında olanda bunu da götürmürük, bunu da götürmürük. Deməli, bu 14. Deməli, 97-dən 14 çıxırıq. Çıxanda 3. Burada 83. Amma bir də çıxmalıyıq deyə cavab alınır 82. 82 ədəd var.
Daha sonra 7-ci sual. 3, 6, 0, 9 rəqəmlərin köməyi ilə yazıla bilən rəqəmləri fərqli 4 rəqəmlə ən böyük və ən kiçik ədədin fərqini tapın. Bu da asan sualdır. Biz ən böyüyü tapmaq istəyiriksə, təbii ki, böyükdən başlamalıyıq. 9, 6, 3, 0. Ən kiçiyi tapmaq üçünsə kiçikdən başlamalıyıq. Təbii ki, 0-dan başlayan 4 rəqəmli ədəd olmaz. Təbii ki, 3-dən başlamalıyıq. Daha sonra 0, 6 və 9 yazmalıyıq. Çıxanda neçə alınır? Ondan 9 çıxsaq. Burada 1, burada 2 qalmışdı. 12-dən 6 çıxanda 6. Burada 5 qalmışdı. 5-dən 0 çıxanda 5. 9-dan 3 çıxanda 6. Cavab 6561. O da hansı variantdır? A variantı. Növbəti sual. Bizə deyir ki, ABC rəqəmlərdir. Təbii ki, rəqəmlərdir. ABC cəmi aşağıdakılardan hansı ola bilər? A-la C-ni toplayıb, görürsünüz ki, 6 alıb. Yəni A-la C-yə nə qoyursan qoy, 6 alınmalı. Və yaxud da 16 ola bilər. İndi onu baxacağıq. 6 olar mı, yoxsa 16 olar? Sonra da görürük ki, A-la C-ni toplayıb 7 alıb. Bu deməkdir ki, bu B ilə B-ni toplayanda 14 alınıb ki, bir yadda bura 6 idi əslində A-nın C-nin cəmi. Burada bir yadda qalıb 7-yə çevrilib burada. Ona görə B ilə B-ni toplayanda 4 yox, 14 eləməlidir. 14 eləməlidirsə, onda B 7 imiş. 7 + 7 14 deyir. Bizə nə istəyir? ABC-nin cəmi. Onsa A-nın C-ni tapmışsan cəmini. 6. Nə istəyirsən yaz. Yəni 1, 5 və yaxud da 2, 4 fərqi yoxdur. İkisinin cəmi 6-dır. A-nın C-nin. Bir də B-nin də var burada. B də 7-dir. 7-nin üstə də 6, 13. Cavab D variantı. Keçək növbəti suala. Deməli, 9-cu sual. Maraqlı sualdır. Diqqətlə oxuyub işləmək lazımdır. Nuray kompüterində rəqəmləri bir-birindən fərqli 9 rəqəmli ədəd yazır. 9 rəqəmli ədəd yazırsa, biz belə deyim də, 9 rəqəmli ədəd yazırsa, onu qeyd edək. İlk öncə. Məsələn, 9 yerə bölək. Burada 1, 2, 3 və siniflərə ayırıram. Bunların mavi ilə işləyəcəm. Daha sonra isə 3 siniflərə ayırdım. Bəli. İndi deyək ki, milyonluqlar sinifində biz bildik ki, ümumiyyətlə sinif olaraq necə ayrılır? Birinci təkliklər sinifi gəlir, T yazıram. Sonra minliklər sinifi yazır, minliklər sinifi. Sonra isə milyonluqlar. Milyonluqlar sinifi. İndi deyək ki, milyonluqlar sinifində olan rəqəmlərin hamısı cütdür. Yəni, burada hamısı cütdür deyir. Bax, cüt yazıram bura. İndi hələ bilmirəm. Digər şərtləri vermir. Minliklər sinifi 3 rəqəmli ən kiçik tək ədədə bərabərdir. Minliklər sinifi 3 rəqəmli ən kiçik tək ədəd 101-dir. Ən kiçik tək ədəddir. Təkliklər sinifi, bax 101 qeyd elədim, amma burada bilmirəm, cüt nə var. Təkliklər sinifi isə minliklər sinifinin cəmi, təkliklə minlikin cəmi 630-dur. Yəni bu 101-dir, bunu bilmirik, amma cəmi 630-dur. Ona görə mən 630-dan bu tapmaq üçün, təbii ki, bu təkliklər sinifini tapmaq üçün 101-i çıxıram. 101 çıxanda alınacaq 630-dan, ondan 1 çıxanda 9, burada 2 qaldı, burada da 5 qaldı. 529. Deməli, təkliklər sinifi 529 imiş ki, təhliklə minliyin cəmi 630 alınır. Yəqin ki, anladınız. Və növbəti şərt. Verilənlərə əsasən Nuray xanımın kompüter şifrəsi ilk rəqəmi ilə son rəqəminin cəmi aşağıdakılardan hansı ola bilməz? İlk rəqəmi ilə son rəqəmi deyir. Belə deyim də, ilk rəqəmi və son rəqəmi götürək burada. Necə götürəcək? Son rəqəmi bilirik, 9. İlk rəqəmi də buradadır. İlk rəqəmi məsələn 0 ola bilmir ki, uşaqlar. Çünki ədəd 0-dan başlamır. Yəni ona görə A variantı ola bilməz. Məsələn, burada 2 olar. Cüt idi onsuz da. 9 2 11. 11 olar. Sonra burada 4 olsa 9 4 13. Burada 8 olsa 9 8 17. Bu cüt deyir. Amma burada 0 ola bilməz deyə, bax burada 0 ola bilmir deyə cavabımız A variantıdır. Çünki 9 0 gəlsə 9 deyir, amma 0 ola bilməz axı. Ədəd 0-dan başlamaz. Cüt olsa belə. Keçirik növbəti suala. 10. Toplama əməlinə görə A-nı tapın.
Biz təbii ki, arxadan başlamalıyıq. Toplama məndə buradan. 4 dənə A 16 ola bilər və yaxud da 36 ola bilər. Yəni 26 olmaz, çünki 26 4-ə bölünmür. 6 da olamaz, 6 da 4-ə bölünmür. Ya 16 olmalıdır. 4 dənə A, məsələn 4 dənə 4. Cəmi 16. Və yaxud da bir də 9-u 4 dəfə toplasaq, 9 4 dəfə 36 eləyər. İndi görək hansı olur. 4 dəfə 4-ü yoxlasaq, 4 4 4 4 16 bir yadda. Sonra 4 üçün 12. Burada da, baxın burada. 12 4 4 4 toplayanda 12. Amma bir yadda 13 olmalıydı. Burada 3 olmalıydı. Görürsünüz ki, səhvlik var. Demək ki, 9. Niyə görə 9-dur? Gəlin onu izahlayayım. Diqqətlə baxın, 9 9 9 9 olsa 9 4-üm 36. Neçə yadda? 3 yadda. Sonra burada 3 9-um 27. 3 yadda 30. Baxın 30 sonra 0-dır. Olur. 30 yenə 3 yadda. Sonra burada neçədir? 9 2 18. 18-in isə 3 gələndə 21. 1 yazıblar həqiqətən də. 21 2 yadda. Burada yenə 9-dur. 9 isə 2 yadda 11. Və qeyd olunub. Demək ki, A-mız 9-dur. Yerinə qoyub yenə də toplaya bilərsiniz siz bu tərəfdə. Yəni istəsəz əgər, sonda da bu formada toplaya bilərsiniz ədədləri. Yəni bu da sizin sonda misalı yoxlamağınız anlamına gəlir. Sonda cavab bu cavab alınacaq. Keçək 11-ci suala. Oxunuşu, diqqətlə baxaq suala. Oxunuşu 609 milyon. Milyonda dayanırıq. Çünki 609 deyir. 609 yazım. 9 milyon nöqtə qoyuram. Sonra 540 min. Mində dayanıram. 540 deyir. Yazıram 540 min. Nöqtəni qoyuram. 203. 203 də belə yazılır. Deyir ki 609 milyon 540 min 203 olan ədədin təkliklər sinifi. Təkliklər sinif təbii ki 3 ayrılır siniflərə. Mərtəbə olsaydı təkcə 3 olardı. Amma sinifdə 3 rəqəm var. Təkliklər sinifi ilə milyonluqlar sinifinin yerini dəyişdirir. Bax, milyonluq da buradadır. Bu təklik minlik budur əslində. Bir də milyonluq keçirik. Yerini dəyişdirərkən əldə edilən aşağıdakılardan hansıdır? Gəlin yerini dəyişdirək. 203 bura keçəcək. 540 yerində qalacaq. 609 sonra keçəcək. O da cavabımız A variantı gördüyümüz kimi. Keçirik növbəti suala. 12-ci sual. 8, 5, 9, 1, 7, 4, 3, 6 rəqəmlərin hər birini bir dəfə istifadə edərək buradakı ədədi oxuyaq. 43 milyon 700 min ədədindən kiçik. Bu ədəddən kiçik olsun. Məsələn, x kiçikdir. 43 milyon 700 min ədədindən kiçik olsun. Amma ən böyük cüt olsun. Yəni 43 milyon 700-dən kiçik olsun. Amma ən böyük cüt natural ədəd hansıdır deyir. İndi təbii ki, ədəd tapmağa çalışsaq 4 ilə başlayar. Sonra yenə 3 olar. Bu 4-dən 3 getdi. Amma 7 olmaz. Çünki 7 qoysam mən bura. Sonra hansı rəqəm qoysam da yuxarıdakı ədədləri bu ədəddən böyük olacaq. Amma bu ədəddən kiçik olmalı istəyirəmsə, nə etməliyəm? Təbii ki, 7 yazmamalıyam bura. Məsələn, ən böyük dediyi üçün 7-dən kiçik ən böyük məcbur 6 yazıram. 6 da getdi. Və ən böyük cüt natural ədəd deyir. Bundan sonra daha böyük olması üçün 9 yazıram. Burada fikir versək 8 yaza bilmərəm. 8 yazsam cüt alınmayacaq. Çünki geridə qalan digərləri təkdir. Baxın, tək. Ona görə 8-i axıra saxlayıram. 7 yazıram. Sonra 5 yazıram. Sonra 1 yazıram. Və sona 8. Çünki cüt deyir. Burada ən böyük cüt. Ona görə 8-i sona saxladım. Və bu ədədimiz 43 milyon 697 min 518 A variantı. 13-cü sual. Üzərində 9 rəqəmli bir ədəd yazılan kart aşağıdakı kimi göstərilir burada. Və kəsiləcəkdir. Gördüyümüz kimi qarşısına kəsiləcək. Kəsilən kartlardan yenidən istifadə edilərək əldə edilən 9 rəqəmli ən kiçik. Baxın, 9 rəqəmli ən kiçik ədədin minliklər mərtəbəsindəki rəqəm aşağıdakılardan hansıdır? Gəlin kartı ilə kəsək ki və yan-yana qoyaq ki,
ən kiçik ədəd alınsın. Ən kiçik olması üçün 0-dan başlaya bilməz ədəd. Ona görə məcbur 2 ilə başlamalıyıq. 2. Sonra yanına 2 olan digər kartı qoyuruq. 0-3 kartını qoyuruq. Çünki daha kiçik 0-dan başlayandır. Sonra yanına hansı kartı qoyuruq? Bu ikisi getdi. Təbii ki 5 var burada kiçik. 5. Sonra 5 ilə 6 da geçsin. 56 və daha böyüklər sona qalsın. 7, 8, 9. Yeni alınan ədədimiz budur. Və deyir ki, yeni alınan ədədin minliklər mərtəbəsindəki rəqəm. Minlik hansıdır? Təklik, onluq, yüzlük, minlik 6-dır. Cavab B variantı. Keçir 14-cü sual. Yanda verilmiş abaqüsdə 698 milyon 7745 ədədi göstəriləcəkdir. Buna əsasən boş çubuqlara cəmlik səhəmuncuq yerləşdirməlidir. Fikir versəz, burada 6-dən olmalıdır, burada 9-dən olmalıdır, burada əslində 8-dən olmalıdır, burada 0, burada da 0 olmalıdır. 7, 4, 5-dən olmalıdır. Bax, bunun hamısı köçürdüm ora. İndi görək hansı neçəsi əksik. Burada saysaq 1, 2, 3, 4, 5, 6. Burada düzdür. Heç nə əksik deyil. Sonra burada saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Burada da düzdür. Hər şey okeydir. Burada yoxdur. Burada 8-ini çəkməliyəm mən təbii ki. Ona görə 8 yazıram birbaşa. Burası 0 olsa 0 qalmalıdır. Düzdür. Burası 0 olsa 0 qalmalıdır. Düzdür. 7-də nə olmalıdır? Sayaq görək. 1, 2, 3, 4, 5, 6, 7. Heç nə əlavə etmirəm bura. Burada 7-dən olmalıdır. Burada amma 0 dənədir. 7-dən əlavə etməliyəm bu cərgiyə. 4 dənə olmalıdır. 1, 2, 3, 4. Təbii ki 4 dənə var. Və sonda da 5 dənə olmalıdır. 5 dənə çəkməliyik, amma yoxdur. Ona görə 5 yazıram. Sonuç nədir? Daha neçə dənə? 8, 7, 5 toplasaq cavabı 20 alınar. Yəni, hansı variant? B variant. Keçir 15-ci sual. Yuxarıda verilən kartlara sayılar yazılmışdır. Hər bir kart yeni bir sinifi göstərir. Bu kartlar yan-yana qoysa alına biləcək ən böyük natural ədəd aşağıdakı içində hansı? Ən böyük olması üçün təbii ki burada 8, 8, 8 var. Başlamalıyıq. Sonra fikir versək, burada 0 ilə başlayır, bu 8 ilə başlayır. Təbii ki mən bundan sonra bunu götürməliyəm. 8, 8, çünki ən böyük deyir. Və sonunda da 0 ilə başlayan 0, 8, 8. Və cavabımız görürük ki, hansı variantdır? D variantı. Keçir 16-cı sual. Bu ən asan suallardan biridir. Verilmiş vurma əməlinə əsasən cəm neçədir? Bunların cəmi. Burada vurma əməli var. Vurma əməlinə görə biz bilirik ki, məsələn, burada üçbucağın nəyisə vururuq və buradakı ədəd alırıq. Və yaxud da bu 5-i də vururuq 406-ya və buradakı ədəd alırıq sırayla. İndi görürük ki, 5-i nəyisə vurub 400 neçəyəsə 2480 alır. Məsələn, 5-i vuranda 4 kvadrat 6-ya bərabər alınıb 2480. Onda biz bunu tapmaq üçün bölüb tapa bilərik. Nəyə bölüb? Təbii ki, 2480-i bölərəm 5-ə. 5 deməli, və buranı taparam. 2480-i 5-ə böləndə 4, 5-im 20, çıxanda 4, 48, 8 düşür. 8, 5-im 40, daha doğrusu 9 dəfə olar burada. 9, 5-im 45, çıxanda 3, 30-un içində də 6. Görürsünüz ki, 4 var, 4 var, 6 var, 6 var və 9 tamam. Deməli, kvadrat 9-dur. 9, burada 9 yaza bilərik artıq başından. Kvadrat 9 artıq digər işlərimiz də düzəlir. Çünki 496-nı 50 neçəyə vursam, bura çıxacaq 496, alınar 9, burada da dairə var və 2. Və 496-nı məncə 2-yə vurarıq. Başqa çox böyük alınır. 2, 6, 12, 1 yadda. 2, 9, 18, 1 yadda 19, yəni burada 9-dur. 2, 4, 8, 1 yadda 9 olub, olsa düzdür. Yəni hamısını tapdıq. Nə tapdıq? Kvadratı 9 tapdıq. 3 bucağı 2 tapdıq. Və dairəni də 9 tapdıq. Ona görə də 9, 2, 9-un cəmi də alınır 20. A variantı.
Keçirik 17-ci sual. Artıq məntiqi suallara keçirik. Riyaziyyat suallarını bitirdik və məntiq suallarının daha çox yeri ayrılır bundan sonra. Aşağıda verilmiş qanuna uyğunluqda şifrələnmişdir. Bunu nəzərə alaraq uyğun gələn variantı seçin. R-yə 9, bax, fikir versin, R-yə 9 uyğun gəlir, Ə-yə 7. Bu formada davam edəcək. Gətirən sözünü axtarır. Q hərfi görək hardadır? Q buradadır, 3-cü sırada, burada da 3-cü sırada 5-dir. Ona görə 5 yazıram. Keçdim Ə-ni tapmağa. Ə buradadır. Burada da Ə 2-ci sırada, bax, Ə 2-ci sırada 7. Ə 7-dir. Daha sonra T. T-ni tapmaq istəyirəmsə, T burada 3-cü sıradadır, burada 3-cü sırada 4. R. R buradadır, burada da başlanğıc 9-dur. Bunu tapdıq. A-nı tapmaq istəyirəmsə, A burada başladı, A 8-dir. Və N-ni tapmaq istəyirəmsə, N burada axırdadır, N 0-dır. 574.890. Daha doğrusu 574.980. Cavab C variantı. Keçirik növbəti suala, 18-ci sual. Verilmiş əməli yerinə yetirin. Bu cür suallarda nə etmək lazımdır? Diqqətlə dinləyirsiniz. A, C və 5C nəyə bərabərdir? Deyək ki, A yanında C olanda 2-ni A-ya vur, üstünə 7 gəl. Yəni ki, burada A-nı əslində 5 əvəzləyir. Fikir versəz, A-nın yerinə 5 var. Ona görə misal tapmaq üçün 2-ni vururam 5-ə, üstə gəlirəm 7. 2-ni 5-ə vursam 10, üstünə 7 gəlsəm 17. Cavab A variantı. Aşağıdakı fiqurlar müəyyən ədədləri göstərir. Toplama çıxma vurma əməllərini. Biz tapmalıyıq. Təbii ki, toplamı varsa burada 26-nı 2-yə vuranda 13 edir, 13-ün sonra 13, 26. Vurma var burada. Və 3 bucağı 13 tapmışıqsa gətirib buraya yazırıq. Yəni 13-ü neçəyə vursam 91 alınır. 7-yə vursam 7, 3-üm 21, 7 bölüm 7, 91. Yəni buradakı romb 7-dir. Romb 7-dirsə, gətirəm romun yerinə 7 yazıram. 7-dən neçə çıxanda? Təbii ki, 2 çıxsaq 5 alınır. Fikir verirsiniz. Hər birini tapdım. Gətirəm yerinə qoyuram. 13 üstə gələk. Romb 7-dir. Və vurulsun. Kvadrat da 2-dir. Təbii ki, biz bildik ki, əməllər sırasına görə toplamanı yox, burada toplamanı yox. Vurmanı etməliyik. 7-ni 2-yə vursam 14, 13-ün üstünə də 14 gəlsəm, cavab 27. Yəni A variantı. Keçəm 20-ci sualın izahına. Deməli, burada 4 dənə simvol verilib. Sıfırdan və bir-birindən fərqli rəqəmlərdir. Sual işarəsinin yerinə hansı ədəd ola bilər? 1-2-ni verib, 3-cü sualdır. Fikir verirsiniz. Ona görə də biz 1-2-yə görə digər simvolları da tapmış olacaq. Fikir verin. Burada 3 dənə ədədi bir-birinə vurub 27 alınıb. O hansı 3 ədəddir? Təbii ki, 1, 3 və 9 olar. Çünki 1, 3, 9-a vurub bir-birinə vuranda alınır neçə? 27 alınır. Başqa heç bir ədədə 3 dənə ədəd fikirləşə bilmirik. 27 alınır. İndi fikir versəniz, burada əsas önəmli odur ki, 72-ni də hər hansı bir 3 ədəddən almışıq, amma 2 dənə ürək eyni var. Bir də bu smayliklər, yəni ağ formada olanlar eynidir. Yəni bu vuruqlardan 72-də almalıyıq. İkisi eyni olmalıdır. Ortaq vuruq var. 2 dənə ortaq vuruq var. İndi fikirləşək. Ortaq vuruq varsa 2 dənə, məsələn, biri 1 olsun, biri neçəyə vursam? Biri 3-ə vursam artıq 3 edir. 3-ü də 24-ə vurmalıyam ki, 72 alınsın, amma olmaz. Niyə görə? Çünki rəqəmlər də deyir. Və ümumiyyətlə, ortaq 2 dənə olmalıdır. Biri 1 deyək ki, ortaqların. Biri də 9 olsa, əgər 9 olsa, 3 olmadı. 1-i 9-a vursam 9, 9-u da 8-ə vursam, uşaqlar, 8-ə vursam 72 alınır. Yəni, burada əslində baxsaq. Məsələn, bu 1-dir. Birlər bunlardır. Sonra, digər ortaqlar 9, bu 9 olsun, bunlar. Ürəklər 9 olsun. Və başqa nə ola bilər? Bir də digər fərqliləri baxaq da. 3 budur. Bu da neçə olsun? Bu fiqur 8 olsun. 1, 3, 9, 27, 8, 1, 9, 72. Yaxşı, bunları tapdıqsa gətirib yerində qoymaq lazımdır. Gətirib yerində qoysaq necə hesablayırıq? Burada 8-dir. 8-in üstünə
Üçgənlik üstünə ürək 9-dur. Bunu toplayıb bölməliyik 4-ə. Vurmalıyıq 1-ə bərabərdir. 8-ci üçgənsək. Burada toplamalıyıq tabii ki. 11, 11 üstünə də 9, 20. Mötərizədən isə 20. 20-ni bölməliyik 4-ə, sonra bölməməli olmalıdır. 4-ə 5. 5-i də sonunda 1-ə vurmalıyıq. 5-i də 1-ə vuranda 5. Cavab B variantı. 20-ci sual bitdi. Keçirik 21-ci suala. Bu cür məntiqi suallar tapmaq əslində çox asandır. Çünki burada ipucular çox tez görsənir. Məsələn, burada ipucu nədir? Eyni hərflə başlayıb, eyni hərflə bitən bir dənə burada bizim üçün belə deyim də söz var, tat. Və burada da 2 ilə başlayıb, 2 ilə bitən bir dənə rəqəm var. Yəni digər ədədlər hər hansı bir rəqəmlə başlayıb, rəqəmlə bitmir. Oxşar bunlardır. Yəni əslində biz burada nəyi tapdıq? T2-dir. T2-dir. Və A-da, oradakı A-da 5-dir. A-la T-ni tapmışıq. Gəlin variantlara baxaq. Məsələn, sonu 2 olmalıdır. Bu getdi, bu getdi. Bir də ikinci hərfi 5 olmalıdır. Fikir verək. İkinci hərfi 5 olan, bax ikinci hərfi 4-dür. Bu da getdi. Bir dənə variant qaldı. Digər hərfləri tapmağa ehtiyac yoxdur. Bəzən olur ki, uşaqlar bütün hərfləri tapır və vaxt gedir. Bu misalda digər hərfləri tapmağa ehtiyac yoxdur. Elə misal ola bilər ki, bütün hərfləri tapmağa ehtiyac olar. O suallarda qarşımıza çıxsa, onları da izah edəcəm. 22-ci sual. Burada əslində nə deyir? K-yə bərabərdir 3. Bərabərdir. İkinci E-yə bərabərdir 9. 5-ə bərabərdir 2. Bax, qəribə bir şeydir, amma 5 2 olmalıdır. Və yaxud da M 1 olmalıdır. 2-də 5 olmalıdır. Tam tərsi. 4 7 olmalıdır. Və sonuncu da L 8 olmalıdır. Bir-birini əvəzləyir, şifrələrdir. Bərabərlik var ortada. Yəni mən 8-i tapmaq istəyirəmsə, 8-i nə ilə əvəzləməliyəm? 8 sonuncudur, burada da sonuncuda L var. Yəni L-dir burada. Sonra M-i tapmaq istəyirəmsə, M hardadır? 4-cüdür. 4-cü burada nə var? 1 var. L-dən sonra 1 olmalıdır. 2-ni tapmaq istəyirəmsə, 2 burada var. 2 burada, sonra buradadır və burada da 5 var. L1 5. Sırayla ardıcılığa baxmaq lazım. 3 hardadır? 3 başladı. Başda olan K-dır. K buraya yazırıq. Sonra E-ni axtarıram. E hardadır? E ikinci sıradadır. İkinci sırada 9 var. Sonra L hardadır? L sonuncu sıradadır. Sonuncu sırada 8 olmalıdır. L 8. 1'ə uyğun da. Burada baxaq. 1'ə uyğun 4-cü M. Yəni cavablara baxsaq. L1 5, K 9 8. Yəni A variantı uyğun gəlir. Növbəti suala keçək. 20-ci sual maraqlıdır. Bu simvolu müəyyən bir əməli ifadə edir. Məsələn, əməl nə ola bilər? Toplama, çıxma, vurma, bölmə və artırması da ola bilər. Məsələn, toplayıb 2 gələ bilərik, vurub, nə bilim, çıxıb 3 gələ bilərik. Bu formada əməllər olmalıdır. Aşağıda verilənlərə görə sual işarəsinin yerinə hansı ədəd uyğun gəlir? İndi fikir verək. Burada toplasaq alınmaz və yaxud da çıxsaq alınmaz, 19-un çıxsa alınmaz, vursaq heç alınmaz, bölmək də olmur. Yəni digərlərinə uyğun. Yəni heç biri olmalı. Toplama, çıxma, vurma, bölmə alınmadı cavablar. Onda nə etmək lazımdır? Fikir versək 9, 19 və 3, 13 alınıb. Yəni azalma baş verib. 19 nəsə edib, 13 alınıb, azalma baş verib. 26, 6 azalma baş verib, 18, 4 azalma baş verib. Üçündə də azalma baş veribsə nəsə çıxmaq lazımdır, amma çıxanda alınmır. Amma fikir versək 19-dan 2 dənə 3 çıxanda alınır. 19-dan 2 dənə 3, 2 3 neçə edir? 6. 19-dan 6 çıxanda 13. Və yaxud da 26-dan 2 dənə 10 çıxmaq lazımdır. 26-dan 2 dənə 10, 2 dənə 10 20 edir. Çıxanda 6. Bax görürsünüz alınır. 18-dən 2 dənə 7 çıxmaq lazımdır. 2-də 7 14 eləyir. 18-dən də 14 çıxanda 4. Ona görə sonda cavabı tapmaq üçün 14-dən 2 dənə 3 çıxmalıyıq. 14-dən də 2 dənə 3-üm 6 eləyir. 14-dən 6 çıxanda neçə eləyir? Təbii ki 8 alınır. Cavab C variantı. Yəni çıxmadı, amma 2 dənə sağ tərəfdəki 2 dənə çıxmaq lazımdır. 2-yə vurub çıxmaq lazımdır. 24-cü sual.
Bu da maraqlı suallardan biridir. Burada bu tür sualları nə etmək lazımdır? A 2 deməkdir, B də 3 deməkdir. Bu qədər sadə. Yəni sən 3A deyəndə 3-ü 2-yə vurmaq lazımdır, çıxılsın. Bax görürsünüz, 3A, A 2-dir. B isə 3-dür. 2-ni də 3-ə vururuq. Əslində cavab görürük ki, 2-ni 3-ə vuranda 6, 6-dan da 6 çıxsaq 0 alınır. Bu da maraqlı asan sual. 25-ci sual da maraqlıdır, ona oxşar. Bu cür suallarda nə etmək lazımdır? 2A üstənsin B bərabərdir A çıxılsın B-yə. A 3 bucaq B də bərabərdir A vursun B. Yəni deyir ki, bu olanda vur, bu olanda isə çıx. İndi fikir verir. 2A 5 yazırıq bura. 16 neçə? 2-ni nəyə vuranda alınır? 2-ni 8-ə vuranda 16 alınır da. Və dairə və 5. Yəni əslində burada A-mız 8-dir. Yaxşımı? B-miz isə 5-dir. Olduğu kimi qalır. B də 5-dir. B-ni də 5 götürək. Bərabərdir hesablayaq. Necə hesablayacaq? 8 çıxılsın, A-dan çıxırıq 5. 8-dən 5 çıxanda 3 edir. Bunun cavabı 3 alındı. Keçirik aşağı. Daha doğrusu buna 3 tapdıq. Bax 3. Sonra 3 tapmışıqsa mötərizəni. Alınır 3, 3 bucaq 3. Bərabərdir. Dolduruq. 3 bucaq 3 nə deməkdir? Yəni görürsən ki, burada A 3 bucaq B olanda A-nı B-yə vurur. Yəni biz də A-mız da 3 oldu, B-miz də 3 oldu. Yəni 3-ü 3-ə vurmaq lazımdır. Yəni bu qədər sadə. 3-3-ə vursaq cavab 9. Birbaşa cavab 9 alındı. Təbii ki, ola bilər ki, ilk dəfədən başa düşmədiniz, amma uyğun olaraq bütün sınavlarda işləyəcək və yavaş-yavaş anlayacaqsınız. 26-cı sualda oxşardır. Baxın, buna da diqqətlə baxın, anlayasınız. Deyir ki, x yanında 3 bucaq olanda 3-ə vur. Bilirik ki, biz 3 vurur, 3x. Əslində 3 vurursun x deməkdir. Bunu bilməliyik. 3 vurursun x plus 1. Yaxşı, amma y olanda kvadrata yüksəlt. 4 çıx deyir. Kvadrat olanda təbii ki. 3 mötərizənin üçün birinci hesab. 3 3 bucaq. 3 3 bucaq bərabərdir. X 3 bucaq olanda nə edir? 3-ə vurur, 1 üstünə gəlir. Ona görə 3-ü də 3-ə vururuq, üstünə 1 gəlirik, alınır 10. İndi bu mötərizənin üçün 10 tapmışamsa, yazıram 10 kvadrat bərabərdir. 10 kvadratı olanda, yəni y kvadratı olanda 10'un kvadratı, yəni 10 vurulsun 10, 10 üstü 2 çıxılsın 4 olmalıdır. 10'un kvadratı ilə 100, 10'un ona vuranda 100, 100'dən də 4 çıxanda 96. Cavab D variantı alınır. 27-ci sual. Burada nə olar? Burada vurmaya oxşuyur. 4'ü 3'ə vursaq 12, 12'nin üzərinə də 3 gəlsəm, mən bir də 3 gələcəm. Sonra 5'i 2'ye vursam 10, 10'un üzerine de bir 2 gelsem 12 alınır. Yani 5. Burada 3 geldim. Burada 2 geldim. Vurup. Burada 3'ü 5'e vursaq 15. 15'in üstüne de 5 gelsem 20 alınır. Görürük ki 2 gəlib, 3 gəlib, 5 gəlib. Yəqin ki burada da vurup alt 4'üm 24. 24'ün üstüne 4 gələndə 28 alınır. Məntiqi olaraq belə başladı. Bunun yəqin ki fərqli yollar da ola bilər. Amma hal-hazırda mən 3, 2, 5 gəlmişəmsə 4 də gəldim sonda və qanuna uyğunluq ödədi. Məsələn, onu niyə görə yazdım? Üstə gərək 2, üstə gərək 3, üstə gərək 4 və üstə gərək 5 qaydası ilə artırmış kimi düşündüm və C variantı aldım. 28-ci sual. Yenə oxşar suallarımız var burada. Bunları həll edək. Deməli, nə etmək lazımdır? Burada nəyə fikir vermək lazımdır? Ən əsas. Məsələn, birinci cərgəyə fikir versək, birinci hərflərə. Oxşarlara baxmalıyıq. 2 dənə R var. Fikir verin. 2 dənə R varsa, nə etmək? 2 dənə R burada da, burada da. 2 dənə 5 var. Ona görə də, bax, 2 dənə 5 var, görürsünüz ki. Deməli, 2 dənə 5 varsa, R 5'dir. Qıraqdan yazaq. R bərabərdir 5. Getdik digərlərinə baxdırmağa. R 5'dir, ümumiyyətlə 5'dən başlamalı dediyimiz variantları sıxsaq, bunlar gedir. Sonra nə fikir verir? İkinci sıraya fikir versək, burada ikinci sıraya. 2
2 dənə nə var? M var uşaqlar. Diqqətlə baxsaq 2 dənə M var ikinci sırada. Və burada ikinci sırada 2 dənə hansı rəqəmlər var? 1 var 2 dənə. Fikir verin ikinci sırada. Deməli M 1-dir. M 1-dir. Bizə isə bedim də görürük ki burada 5-1 var variant. Amma bizə T lazımdır. T 1 deyil axı M-dır 1. D variantı getdi və birbaşa A variantını çap. Digər hərfləri tapmağa ehtiyac yoxdur. Yine variantları daşıyasaq taparıq. Yenə növbəti sual. Bu da asan suala oxşuyur. Deməli, nəyə fikir verməliyik? 2 dənə O var, gözümüzə girir. Bax, 2 dənə O ortada heç arada yoxdur. Deməli, 2 dənə 7 var məsələn burada. O bərabərdir 7 olduğunu tapmış oluruq. O bərabərdir 7. Amma bizdən nə istəyir? Bizdən M üstənsin U, üstənsin C, üstənsin H-ni istəyir. Ona görə yəqin ki, hər birini tapmalı olacaq. Gəlin birbaşa bunları qarşı-qarşıya yazım, daha yaxşı aydın olsun. M, O, R, E, sonra H, E, A, R, daha sonra Z, O. Daha doğrusu bunu yazmışıq artıq. Bunları yazım mən buradan ədədləri 1, 4, 9, 6, 3, 2, 0, 4, 5, 7, 6, 4 və 8, 7, 7, 5. Yəni bunları verildiğimdə baxmayaq. Zaten elə verməlidir. Amma qabaq-qabağa verəndə daha yaxşı anlamış oluruq. Eyni olan var mı? İlk sırada eyni olan görmürəm. Onu 7 tapmışam onsuz. Sona baxaq. Son cərgədə 2 dənə E var. 2 dənə E var. Son cərgədə 2 dənə 4 var. Uşaqlar 4. Buna görə də E bərabərdir. E bərabərdir 4. Daha sonra E'ni tapdım 4. Sonra nəyi tapmaq olar? Burada fikir versək. Təbii ki Z, O, Om sözünü tapmaq rahatdır. Niyə görə? Tapmaq rahatdır. Çünki onun 7 olduğunu bildiksə, artıq bu zom sözü hansı sözə uyğun gəlir? Bu sözə uyğun gəlir, zom sözü. Ona görə 8, 7, 7, 5. Z 8'dir. Sonra 5 fikir versək M5'dir. M5 isə 5 ilə başlayan bir dənə more var. Və ona görə də bu more 5 ilə başlayan bu ədəd olmalıdır. Gətirəm burada yazıram. M-O-R-E bərabərdir 5, 7, 7, yox 5, 7, 6, 4'ə. Bunun 5 olduğunu tapdıq. Onun 7 olduğunu, R'nın 6 olduğunu yazmamışdıq. R burada 6'dır görürsünüz. R 6'dır. E 4'tür. E'nin 4 olduğunu tapmışdıq. Bizə M-ni tapmışıq burada. Görün hansı hərfləri tapmamışıq. O C, H-ni tapmalıyıq. Təbii ki yoxdur. Keçək digərlərini tapmağa. Deməli, R-ni neçə tapmışıq? 6. R ilə başlayan bir dənə ədəd var burada. Daha doğrusu qutaran, R ilə qutaran. R-ni gələk tapaq. 4. R 6'dır. 6 ilə qutaran bir dənə var burada. O da budur. Bu da R. Deməli, HR sözü. 1496'ya bərabərdir. Ona görə H 1'dir. H-nın 1 olduğunu gətirməyəcəm. E 4'tür. E-ni bilirdik 4 olduğunu burada da görmüşdük. A 9'dur. A'nın 9 olduğunu indi bildik. R da 6'dır. R-ın 6 olduğunu bilirdik. Son sözü də təbii ki bir dənə 3204 qalır. Tam fikir verin 3204. Onda C, B, E 3204'ə bərabərdir. Ona görə C 3'dür. Bir də U-nu tapmalıyıq. U da 2'dir. 5, 2, 3, 1 toplayanda neçə alınır? Təbii ki alınır 11 A variantı. Bu belə deyim də bütün hərfləri tapmaq lazım olan suallardan idi. Yəqin ki ümid edirəm anladıq. Bir-birinə, yəni belə deyim də hər bir söz burada 4 dənə söz var, 4 dənə ədəd var. Hər bir ədəd bir dənə belə deyim də sözə uyğun gəlir. Biz də uyğunlaşdırdıq. Sonuncu 30-cu sual. 30-cu sualda nədir? Deyir ki, şəkil ilk şəyə çevrildi. Baxın, R olanda, burada R olanda belə bir çevrilmə var. Yəni, məsələn, Ş gəldi bura, Ə gəldi axıra, tutaq ki, K ortada qaldı. Sonra İ gəldi başa, L da gəldi bu ikinci sıraya. Yəni, bunların hər birinin və burada da, figurda da eyni şeydir. F gəldi bura, 4-cü sıraya.
Amma i axıra getdi. Eyni şey. Amma bu işarə olanda isə başqa bir qanuna uyğunluq gəlir. Burada da 2 dənə işarə var. Bir r dairə içərisində, bir də bu işarə. H gəldi, hara getdi? 3-ə getdi. Nə bilim, ə gəldi, 2-yə getdi. Yer dəyişmə var. Burada da eynidir. Bu ikisi eynidir, yer dəyişmədə. Bir də bu ikisi eynidir. Bu ikisi. Yaxşı silək. Bizə nə istəyir sonda? Gözəl. Bax, yazıram bura. K, Ö, Z, Ə, L. Birinci R verib, sonra 2 dənə dəyişim etməliyik. R-yə çevirməliyik, sonra bu işarəyə çevirməliyik. R-yə çevirsək nə alınır? Biz bilirik ki, R-da nə olur? Birinci hərf olur, sonuncu yox. Birinci hərf olur, dördüncü hərf. Ona görə birinci hərf, dördüncü hərf olursa, C, Ə-yə çevriləcək, Ə. Yox, daha doğrusu birinci hərf 4-ə gedir, 2 bura gəlir. Sonra ikinci hərf sona gedir. Burada da ikinci hərf Ö-dür. Ö sona geçsin. Sonra üçüncü hərf ortada qalır, Z ortada qaldı. Sonra baxaq i, dördüncü hərf Ədir burada. Əvvələ gəlir, Ə buradadır və sonuncu burada hansıdır? L. Sonuncu hərf 2-yə keçir. L da buradadır. Təbii ki, oldu. Birinci keçid elədik. İndi ikinci keçidə etməliyik. İkinci keçid buna oxşayır, bu işarədir. İkinci keçiddə nə etmək lazımdır? İndi yəni bura baxmalıyıq artıq. Bu nə bilim də bu bizim üçün kömək olacaq. H. Birinci hərf keçib 3-ə. Ədir burada. Ə gəldim burada, düzdürmü? Gəlin bu mavi ilə göstərim. H 3-ə keçdisə, bizdə də Ə 3-ə keçməlidir. Ə isə olduğu kimi qalır. Yəni ikinci hərf olduğu kimi qalır. L. Sonra Y hara keçir? Y başa keçir. Yəni ortada üçüncü hərf başa keçir. Bizə Z-dır üçüncü hərf. Başa keçsin Z. Sonra keçdik hansısa sola. Deməli Ə-yə keçdik burada. Ə, yox, daha doğrusu burada A. İkinci keçir ən axıra. Bizdə ikinci hardadır? İkinci buradadır L. L ən axıra keçməlidir. Yox, ikinci yox. Çaşdım. Dördüncü. Baxın burada dördüncü ən axıra keçir həyatda. Ona görə ki, bura gəldi. Amma ən axırıncı T isə T buradan dördüncüyə keçir. Ən axırıncı ki, bizə Ö-dür. Ö gəlir bu sıraya. Yəqin ki, anladınız nə demək istədiyimi. Yer dəyişmələr Z, L, Ə, Ö-cü. Cavab C variantı uyğun gəlir. Bu forma. Yəni yer dəyişmə sayəsində tapdıq. Bugünkü izahımız burada bitir. Sınaqların izahı. Bütün sualları izah etdim. Ümid edirəm ki, sizin üçün yararlı oldu. İmtahanlara düşə bilər. Həm istifadə adına riyaziyyat məntiq olimpiyadasına düşə biləcək tipli suallardır və bir də lisey və gimnaziyalara hazırlaşan şagirdlər üçün də önəmlidir. Lisey və gimnaziyalara. Həm də belə deyim, 5-ci sinifdən savayı 6-cı siniflərə də uyğun suallar var burada. Yəni məntiqi suallar. Ona görə həm 5-ci siniflər, həm də 6-cı siniflər bu sınaq 1-dən sınaq 30-a qədər bütün suallara baxa bilər və izahlarına, həllərinə baxa bilər, yararlana bilər. Lisey və gimnaziyalara və lütfzadə adına riyaziyyat məntiq olimpiyadalarına hazırlaşmaq istəyən şagirdlər ola bilər aramızda. Əlaqə saxlaya bilərsiniz 055 625 36 16 nömrəsinə əlaqə saxlayıb istənilən sualı verə bilərsiniz. Hazırlıqlara qatılmaq üçün onlayn formada və əyani formada qatıla bilərsiniz, əlaqə saxlaya bilərsiniz. Növbəti sınaqları da sizinlə birlikdə paylaşacağım. Videonu həm bəyənib, həm də paylaşmağı unutmayın. Hər kəs üçün yararlı olsun. Bugünlük bu qədər. Sağ olun.